İyunun 19-da Xankəndi şəhərinə və Ağdərə rayonlarına növbəti köç olub. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarından Bərpa Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqədar şöbəsindən verilən məlumata görə bugün Xankəndi şəhərinə 68 nəfərdən ibarət 18 ailə, Ağdərə rayonunun Aşağı Orataq kəndinə isə 2 ailə olmaqla 12 nəfər köçürülüb. Sakinlərə mənzillərin açarları təqdim olunub. Sakinlərin diqqətinə o da çatdırılıb ki, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, riskli ərazilərdə davranış qaydalarına riayət etsinlər. O deyirlər göyün 7-ci qatında. Mən 9-cu qatındayam. Sevinirəm, fəxr edirəm ki, mən bu gün torpağımdayam. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağ eləsin. Binöyrəni quran ulu öndərimiz Heydər Əliyev oldu. Gəldi, bəlanı qutardı, qəşəng binöyrə qurdu. O binöyrənin üstündə İlham Əliyev qəşəng bina tikdi. Şəhidlərimizlə, qazilərimizlə bir yerdə birləşdilər, bir yumruq oldular. Azərbaycanın tök tavanı birləşdirdilər. Çox şükür bugünə çatdı. 38 il idi bu arzu ilə yaşayırdı. Amma inanırsınız, bugünkü sevincimin həddi hüdudu yoxdur. Doğma vətənimdə olduğuma, doğma yurdumda olduğuma ilk öncə can qoymuş, bu yolda can qoymuş şəhidlərimizin haqları ödənilməzdir. Onlara öz minnətdarlığımı bildirirəm. Onların ruhu qarşısında baş əyirəm. Qazilərimizə, veteranlarımıza Allahdan can sağlığı diləyirəm. Bu siyasəti yürüdü, bizə bu torpağı bəxş edən prezidentimizə təşəkkür edirik. Bu gün Xankəndi şəhərində daha bir sevincli gün yaşandı. 68 nəfərdən ibarət 18 ailə öz doğma yurduna, şəhərinə qayıtdı. Bura köç edən sakinlər üçün yeni mənzillər verildi. Onlara təmir edilib verilən mənzillər üçün hər cür şərait yaradılıb. Bütün mənzillər 100% olaraq elektrik enerjisi, içməli su və təbii qazla da təmin edilib. İndi bu evlərdə yaşayacaq keçmiş Xankəndindən olan məcburi köçkünlər öz gələcək xoşbəxt həyatlarını öz doğma yurtlarında quracaqlar. Sakinlər də doğma torpağa qayıdış sevinclərini bölüşərək bu qüruru yaşadıqlarına görə təşəkkür ediblər. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə köç mərhələli şəkildə həyata keçirilir. Cəmilə Nəsir qızı Şamxalat Gözəlov bugün informasiya proqramı üçün.